Her kəsi salamlayıram. Bugün çok güzel bir gündür. Bizim elimizin, obamızın, Borçalımızın fəxri, Böyük Türk dünyasının gözəl şairi Səadət xanım Tutanın qonağıyıq. Gəldik, ev muzeyini ziyarət elədik. Çox gözəl təəssüratla ayrılıq buradan. Olduqca bizi gülər üz qarşıladı. Çox gözəl oldu ki, mənim dəyərli el qızım Cəvahir Qaraqızı da elə burada bura qonaq gəlmişdi. Onu da gördük. Eyni zamanda mən Alı qardaşıma, mənim mamam oğlu Alı qardaşıma təşəkkür edirəm ki, bugün o məni öz maşınla gətirdi və Səadət xanımla biz elimizdə, obamızda görüşəsi olduq. Səadət xanım, evin həmişə qonaqlı qaralı olsun. Çox sağ ol qadın. Başın həmişə sənin tərifə ehtiyacın yoxdur. Yəni deyir, görürən daha nə bələdsin. Sənin tərifin özündədir. Səni tək Borçalı yox, Gürcistan yox, Azərbaycan yox. Bütün Türk dünyası tanıyır. Səni ona görə tərif eləməyəcəm. Sadəcə olaraq onu demək istəyirəm ki, Allah sənin o gözəl ürəyinə görə versin, ay Səadət. O boyda Alı qardaşım, mən təzə şeir yazmağa başlayanda hələ belə deyim də biraz risk eləmirdim, cürət eləmirdim. Mənə şeylərin altına yazırdı ki, mənim canım balam, gözəl olur, yaz, gözəl yazırsan. Səadət, bax, mənə dayaq olur. Hələ şəxsi tanışlığımız yox idi, amma mənə mənəvi dayaq olurdu. Mən bunun sözlərindən ürəklənib şeylərimi yazırdım. Elə keçən il gördüm ki, Səadət xanım kəndə, səhifəsində izlədim, gördüm, kəndə yazıb, Alı qardaşım, onda bir şeir yazmışdım. Elə istəyirəm o şeiri deyəm. Buyurun, çox gözəl olar. Yazmışdım ki, bir ricam var, Borçalıya gedəndə, hamamlıq səfər elə ay buta. Candan əziz doğma elə obaya, məndən çoxlu salam söylə ay buta. Qəlb göynədən bu həsrətdən, niskildən, saçlarımda illən ilə artır dən. Ondan ayrı düşən gündən elə mən əlləşirəm yerlə göylə ay buta. Qulu heç vaxt sözü deməz boşuna, canım qurban torpağına, daşına. Dostları da yayda yığıb başına, gələcəkdir hayla küylə ay buta, gələcəkdir hayla küylə ay buta. Bugün Alı ilə gəlmişəm. İnşallah gələcək. Eşq olsun. Rövşən qardaşımla, onun da sizə çoxlu salamları var. Eşq olsun bizim hamımıza eşq olsun. Demək, qürbətdən vətən olmaz, ömür günlə tən olmaz, oğul vətəndən gen olmaz. Allah razı olsun. Allah razı olsun. İndi gözləyirik Alı qardaşımız da ev tikəcək. İnşallah. İnşallah. Allah'ın köməyinə gəlir. İnşallah. İmkan versin. Mən də öz ürək sözlərimi deyim. Çox sağ olun. Belə gözəl qonaqpərvərliyinizə. Sizlərlə minnətdarıq sizlərə. Həmişə Qızıl Kisə elinə gələndə, Səadət xanım sizin evinizə gələndə şad günlərə gələk. Gözəl günlərə gələn. Arzu edirəm ki, həmişə gözəllik olsun bu ailədə. Şadlıq olsun, xoşbəxtlik olsun. Əsas ürəklər gözəl olsun. O gözəl ürəklərə qurban olun, mənim bazım. Allah sizlərdən razı olsun. Sizin də icazənizlə deyirlər, yolçu yolda gələk. Biz də yavaş-yavaş yolumuza düzələk, gedək. Bu Səadət xanımın evidir, ocağıdır. Allah razı olsun. Bütün bu Qızıl Kisə elindən. Səadət xanım başlanma şərtindən. Var olun, hoş geldiniz. Boyumuz qurban olun, hamınıza qurban olun. Boyumuz boylansın, soyumuz soylansın, ocaqlarımız yanar olsun, qazanlarımız qaynar olsun, sularımız axar olsun, atlarımız çapar olsun. Tanrı Türkiye yar olsun. Amin. Düşmən gözü kör olsun. Amin. Var olun, gələn ayaqlarınız sağ olsun. Amin inşallah. Sağ olun. Allah razı olsun. Hələlik. Gələn görüşlər.